Hər kəs salam, arzulayıram ki, yaxşısınız. Gəlin görək avqust ayında bürcləri, bizi, dünyanı nələr gözləyir. Avqust ayı çox vacib bir aydır. Bir ədəd nur topu kimi günəş tutulmamız, bir dənə də nur topu kimi ay tutulmamız var. Merkuri retrosunun təsiri artıq avqustda tamamilə bitir və avqust şimal-cənub ay düyümlərinin yer dəyişdirdiyi, yəni bürc dəyişdirdiyi çox dəhşətli, yaxşı mənada ola bilər, bəlkə sərt mənada ola bilər, indi o sizin bürcünüzdən asılıdır. Amma çox güclü enerjilərin olduğu, çox samballı bir aydır. Ayın 6-sında Veneranın tərəziyə keçməyi ilə bir yerdə artıq Venerian bir dönəmə giririk və düz sentyabrın 10-una qədər eşq, sevgi mövzularından yana çox şanslıyıq. Münasibətlər əsas gündəmimizdir. Eşqdən, münasibətlərdən yana çox güclü və iddialı enerjilər var. Gözəllik, estetika, yeni prosedurlar elətdirmək, özünüzə qulluq eləmək, diqqət eləmək, bəlkə gözəlliklə bağlı bəzi insanlar əməliyyatlara girə bilər bu dönəmdə, amma mən demirəm ki, o yaxşı ya da pis olar. Amma genel olaraq Venera tərəzidə olanda zaten kosmetoloji şeylər daha uğurlu olur və sevgi həyatımız dəhşətli dərəcədə canlanır, bir flörtözlük olur. Bu düz sentyabrın 10-una qədər davam edəcək. Veneranın güclü olduğu dönəmə giririk. Bunu ayın 9-da Merkurun şirə keçməyinə bir də özgüvənimiz, cəsarətimiz, işığımız və enerjimiz artır. Avqustun 11-də isə Mars xərçəng bürcünə keçir. Marsın əkizlərdən xərçəngə keçməyi enerjinin biraz da içimizə doğru axmağına, zaman-zaman pasiv-aqressiv tavırlara girməyə meyilli olmağımıza, bəzi şeyləri demək yerinə içimizdə yaşamağa daha meyilli olmağımıza səbəb verə bilər. Marsın xərçəngə keçməyi enerjini biraz qarışdıran bir mərhələdə açığı, çünki insan içini atmağa biraz meyilli olur. Ev, ailə, yuva, vətən kimi mövzularla bağlı mübarizələr verə bilir. Bu da qlobalda bəlkə insan, yəni savaşlara bir daha çox meyilli bir dönəm yaradır. Amma həmişə illa ki Mars xərçəngə keçəndə savaş olmur, narahat olmayın. Və bu Azərbaycanın xüsusən aid deyil, yəni dünyada qlobal. Ayın 12-si isə günəş tutulmamız var. Ayın 12-si olan günəş tutulması həyatları köklü bir şəkildə dəyişdirə bilər. İnşallah ki, bununla əlaqədar ayrıca video çəkmişik ya da çəkəcəyik. Çəkməmişiksə heç bir şey. Amma yəni Şir bürcündə olan günəş tutulması çox güclü bir günəş tutulmasıdır və qlobal səviyyədə köklü böyük dərin transformasiya gətirir. Bu dəyişim 1 illik bir döngüdə dəyişim gətirəcək və əsasən sevgi, eşq, flörtlər, uşaq, bacarıqlarımız, qabiliyyətlərimiz kimi çox samballı bir tutulmadır. Ona görə də yəni avqust ayının əsas tematikasıdır. Avqust ayının əsas tematikası zaten sevgi, eşq, flört, bacarıq, qabiliyyət, tanınma, şan, şöhrət kimi mövzular ola bilər. Ayın 18-i Şimal ay düymü bürcü dəyişir. Ayın 23-ü isə Günəş Qız bürcünə. Burada digər vacib hadisə nədir? Ayın 28-i olacaq olan ay tutulmasıdır. Bu isə Balıq bürcündə olacaq. Belə deyim ki, avqust ayı dəhşətli dərəcədə bir eşq ayıdır. Yəni avqust full sevgi ayıdır. Full eşq ayıdır. Avqustun əsas gündəmi eşqdir. Avqust ayında subaylar evlənər, evlilər, bəzi evlilər əgər münasibətdə dəyər görmürlərsə partnyorlarını buraxarlar, çox güclü eşqlər yaşanar və avqust ayının əsas tematikası spirituallıq, ruhsallıq və enerjidir. Avqust ayı dəhşətli bir mənəvi enerjini daşıyacaq özlərində. Yəni təsəvvür edə bilməzsiniz. 2 dənə tutulma, üstəgə olaraq Balıq bürcündə tutulma dəhşətli bir ruhani enerji olacaq avqust ayında. Ona görə avqust ayında elədiyiniz rituallar dəhşətli dərəcədə işləyə bilər. Bu şəkildə bunu çox uzatmıram, çünki bu tərəfə zaten baxmırsınız. Bilmirəm, kimsə baxıbsa kommentə yazsın. Görüm ki, kimsə bu tərəfə baxıb. İndi keçək bürclərə. Gəlin görək bürcləri nələr gözləyir. Əziz Qoç bürcləri və xüsusən də yüksələn bürcü Qoç olanlar, gəlin görək avqust ayında Qoç bürclərini nələr gözləyir. Əziz Qoçlar, avqustun 6-sından etibarən Venera 7-ci evinizə keçir. Avqustun 6-sından sentyabrın 10-una qədər sevgi həyatınız ciddi bir şəkildə canlanır. Münasibət qura bilər, evlənə bilərsiniz, evliliyinizdə çox gözəl bir dönəmə girə bilərsiniz, ciddi münasibətlər yaşaya bilərsiniz. Həyatınıza gələn partnyorların sayı arta bilər, münasibətiniz yeni bir səviyyəyə gələ bilər. Dəhşətli dərəcədə eşqdən, sevgidən yana şanslı bir dönəm olacaq. Daha doğrusu ikili münasibətlərdən yana. Bəzi insanlar üçünsə bu ortaqlıq işlər, şərikli işlər mənasında gəlir. Amma avqustun 6-sından sonra eşq zamanıdır. Bundan əlavə avqustun 9-u Merkurun 5-ci evinizə keçməyə və avqust ayında 5-ci evinizdə olan günəş tutulması bütün avqust ayını və bütün 2026-cı ilin əsas tematikasını sizin üçün eşq eləyir. Eşq, sevgi, uşaqlar, flört, cinsəllik, bacarıqlar, qabiliyyətləriniz, hobiləriniz, əyləncə, bu tərz mövzular 2026-cı ilinizin əsas gündəmidir və avqustda da bunun piklərindən biri yaşanacaq. Avqust sizin yerinizdə dayanmayacağınız, evlisinizsə evliliyinizdə eşqin və seksuallığın artacağı, subaysızsa bol-bol flörtləşəcəyiniz,
çox seksual, əyləncəli, coşqulu, maraqlı, şən, enerjili və həyatdan zövq alacağınız bir dönəmdir. Avqustun 9-u Merkurində şirə keçməyi ilə birlikdə beyniniz zaten direkt münasibət ya da belə deyək, flört, eşq tipli mövzuları işləyəcək. Avqustun 11-i Marsın 4-cü evinizə keçməyi ilə bir yerdə ailə, ev, yuva mövzularında biraz mübarizə, dava, dalaş, gərginlik, xaos ola bilər. Bu evlə, yuva ilə, vətənlə, torpaqla ya da ailə ilə bağlı ola bilər. Ayın 12-si zaten bilirsiniz günəş tutulmasıdır və bundan əlavə ayın 23-ü günəş artıq 6-cı evinizə keçir. Avqustun sonlarına doğru iş həyatınız və günlük rutinləriniz də gündəmdədir və avqustun 28-i 12-ci evinizdə Nur topu kimi bir ay tutulması var. Bu da deməkdir ki, avqust ayının əsas tematikası spiritualizm, ruhsallıq, enerji, şuuraltı, gizli mövzuların ortaya çıxmağı, qaranlıq mövzuların aydınlanması kimi mövzular olacaq. Ay tutulması qaranlıqda qalan hər şey işığa gətirəcək. Avqust ayı çox əyləncəli olacaq, amma çox asan da olmayacaq. Çünki şuuraltınızın qaranlığında qalan mevzular, depressiv hisslər də ortaya çıxa bilər. Lakin böyük transformasiyanın tam yanındasınız. Çox şey dəyişəcək həyatınızda. Ən yüksək xeyrinizə xidmət eləsin. Bəs gəlin görək, sırf özbürcü qoç olanları nələr gözləyir? Sırf özbürcü qoç olanlarsa, öz blokajlarınızın nə olub olmadığını yaxşı başa düşəcəksiniz. Özünüzü saxta ya da real bir şəkildə nələrdə blokladığınızı anlayacaqsınız və güclü bir qərarsızlıq yaşayıb o qərarsızlığı atlatacaqsınız və blokajlarınız, qərarsızlıqlarınız sizi yerdə tutan nələrdirsə, bunları dağıdıb keçəcəksiniz. Həyatınızın çox yeni bir dönəminə girirsiniz, çox fərqli bir dönəminə girirsiniz. Blokajlar məhv olub gedəcək və siz güclə yenidən doğulacaqsınız. Videomu bəyəndisə beğenməyi, komment yazmağı və digər bürclərlə bölüşməyi unutmayın. Avqust çox sevgi dolu gəlir. Sevgi və işıqla qalın. Əziz buğalar və xüsusən yüksələn bürcü buğa olanlar, gəlin görək avqust ayında sizi nələr gözləyir. Əziz buğa bürcləri, avqust ayına baxanda 6-cı evinizdə Veneranın, daha doğrusu ayın 6-sı 6-cı evinizdə Veneranın keçdiyini görürəm. Sizi təmsil edən planet çox güclü pozisiyaya keçir. Avqust ayının 6-sından sonra sizin üçün çox daha xoşbəxt, gözəl, neşəli və yüksək enerjidə olacağınız bir dönəmdə. Əsaslı fokusunuzsa iş həyatı, günlük rutinlər, sağlamlıq, qidalanma, diyet və ya ev heyvanı kimi mövzular ola bilər və yəni belə gözəl. Ayın 12-si Nur topu kimi bir 4-cü evinizdə günəş tutulması olacaq. Avqust ayının və bütün 2026-cı ilin əsas tematikası sizin üçün ev, ailə, yuva məqamıdır. Evlə, ailə ilə, yuva ilə bağlı ya da yaşadığınız yerlə bağlı köklü böyük dərin dəyişimlər və transformasiyalar yaşamağa olduqca yatkın görsənirsiniz. Sizin həyatınızda bir çox şeylər dəyişə bilər. Ailə, ev, yuva tematikası ilə əlaqədar. Bəziləriniz ailə qura bilər, evlənə bilər, yaşadığı yeri dəyişə bilər. Bu sadəcə avqust ayında yox, bütün 2026-da özünü göstərə bilər. Yəni yuva, ev, ailə mövzuları ilə bağlı köklü dəyişimlər yaşanır, yaşanacaq. Bu avqustda da ola bilər, ümumiyyətlə bütün 2026-da da ola bilər. Avqustun 11-də Mars 3-cü evinizə keçir. Bu deməkdir ki, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanlardan yana biraz dava dalaşlar, gərginliklər ola bilər. Yaxın yol səyahətlərinə qarşı diqqətli olmalısınız. Nisbətən ehtiyatlı yanaşmağınızda fayda var və söz-söhbətlərə qarşı biraz ehtiyatlı olsanız yaxşı olar. Avqustun 23-dən sonra 5-ci evinizə keçən günəş sevgini, eşqə əsas gündəminiz gətirəcək. Avqustun 23-dən sonra daha çox eşqə və sevgiyə yönələ bilərsiniz. Bununla yanaşı avqust ayının 28-i Nur topu kimi bir ay tutulması sizin 11-ci evinizdə olacaq. Avqust ayı və bütün 2026-cı il sizi dostlardan yana transformasiyalar gətirə bilər. Həyatınızdan çıxacaq olan, həyatınıza girəcək olan dostlarınız ola bilər və bundan əlavə olaraq ümidlərinizə, arzularınıza, xəyallarınıza gedərkən böyük dəyişimlər yaşaya bilərsiniz. Bəziləri üçün xəyallarının, ümidlərinin, arzularının qapıları avqustda və ya bütün 2026 boyu zaman-zaman açıla bilər. Sosial çevrədə çox böyük dərin dəyişimlər yaşana bilər. Çox böyük köklü transformasiyalar sizi gözləyə bilər. Bəs yaxşı gəlin bax görək sırf özbürcü buğa olanları nələr gözləyir avqust ayında. Sırf özbürcü buğa olanlar avqust ayında maddi olaraq qəşəng pullar sizə gələ bilər. Bolluq və bərəkətin sizlə bir yerdə olacağını deməyimiz mümkündür. Zaman-zaman kədər, gözyaşı, üzüntü kimi mövzular həyatınızda gündəm ola bilər. Bir damcı, arada bir axşam yatanda və s. nəyinsə, kiməsə bir şeylərə üzülə bilərsiniz ya da biraz depressiv hiss edə bilərsiniz. Amma ona baxmayaraq istəkləriniz, arzularınızın arxasıca gedəcəyiniz, enerjinizin zaman-zaman yüksək olacağı, amma axşamlar dediyim kimi nəsə biraz
yüngül melankolik enerjiyə də, yəni depressiv enerjiyə də biraz meyilli olduğunuz bir dönəmdir. Ağlınıza gələn fikirləri qeyd edin, hansısa bir fikir sizi çox yaxşı yerlərə gətirə bilər. Əziz buğalar, bilirəm burada biraz yüngül neqativ danışdım, amma yenə də məncə qəşəng video idi, qalan şeylər yaxşı idi. Ona görə videomu bəyənib komment yaza bilərsiniz. Əgər bəyənmisinizsə, bəyənməmisinizsə bəyənməyin. Ən yüksək xeyrinizə xidmət edəsin. Başqa bürclərlə də bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz əkizlər və xüsusən yüksələn bürcü əkizlər olanlar, gəlin görək avqust ayında sizi nələr gözləyir. Əziz əkizlər bürcləri, avqust ayına baxanda 5-ci evinizdə Venera, ayın 6-sı, avqustun 6-sı 5-ci evinizdə Venera keçəcək. Bu deməkdir ki, sevgi, eşq, flört, uşaqlar, hobilər, əyləncə, şənlik, yüksək enerji avqustun əsaslı tematikalarından biridir. Avqust ayının 6-sında Veneranın sizin 5-ci evinizə keçməyi ilə bir yerdə sizin ümumiyyətlə belə deyək, sevgi həyatınız dəhşətli dərəcədə canlana bilər. Evdə sizsə uşaqlardan yana şans, bəlkə bəzi qadınlar üçün hamiləlik, buna əlavə olaraq seksuallıq, yəni çox əyləncəli və şən bir dönəmə girirsiniz. Möhtəşəmdə yeni hobilər və bəlkə şansların gəlib sizi tapmağı. Yəni avqustun 6-sından sonra düz sentyabrın 10-una qədər möhtəşəm şanslı bir dönəmə girirsiniz, eşq dolu. Və bundan əlavə 9-u Merkur 3-cü evinizə keçir. Beyniniz, zəkanız çox yaxşı işləyəcək. Yeni şeylər öyrənməyə başlaya bilərsiniz avqustun 9-undan sonra. Avqustun 11-i Marsın 2-ci evinizə keçməyi ilə bir yerdə bir damcı cüzi bir maddi sıxıntı, xırdaca bir maddi sıxıntı, pulla bağlı, maddiyyatla bağlı və ya özünüzə verdiyiniz dəyərlə bağlı yüngül bir mübarizə ola bilər. Bu bəzi insanlar üçün daha çox pul qazanmaq, bəzi insanlar üçünsə pulla bağlı problem yaşamaqdır. Yəni hamı ilaki çətinlik, pulun az olmağını yaşamalıdır. Bəzi insanlar sadəcə daha çox pullar qazanmaq üçün daha çox çabalayıb çalışa bilər. Avqustun 12-si 3-cü evinizdə bir günəş tutulması olacaq. Bu bütün 2026-ya təsir edir, sadəcə avqustda yox. Bu yeni biliklərdə özünü inkişaf elətdirmə, bəzi insanlarda ölkə daxili yer dəyişdirmələr, qardaş bacı, qohum əqrəba qonşularla bağlı dərin dəyişim, biliklər mövzusunda dərin transformasiyalar olaraq ehtimal ki, özünü göstərəcək. Bundan əlavə olaraq ayın 23-ü günəşin və bu bütün ilə təsir eləyəcək. Yəni qohum əqrəba qonşu, qardaş bacı, yaxın çevrə ilə bağlı dərin dəyişimə girmisiniz. Avqustun 23-ü günəş 4-cü evinizə keçir. Güclü 4-cü ev vurğusu başlayır. Avqustun 23-ü 25-dən sonra Merkur də 4-cü evinizə keçir. Ailə, ev, yuva məqamları daha çox gündəmdədir və avqustun digər əsas göy hadisəsi 28-i olan 10-cu evinizdəki balıq tutulmasıdır. Balıq ay tutulması sizin karyera həyatınızda böyük dəyişim yaşadacaq. Bu avqustda da ola bilər ya da avqustun 6 ay öncə, 6 ay sonrası ərəfələrində iş həyatınızdan, karyera ilə bağlı güclü bir dəyişim yaşayacaqsınız. Statusunuzla bağlı böyük bir transformasiya özünü göstərəcək. İddialı enerjilər sizlə bir yerdədir. Bundan əlavə olaraq avqust ayında sırf öz bürcü əkizlər olanlarda demək istədiyim bəzi sözlər var. Sırf öz bürcü əkizlər olanlar hədəflərinizə, arzularınıza, xəyallarınıza doğru irəliləyəcəksiniz, gedəcəksiniz. Eyni zamanda birdən çox mövzulara yönələcəksiniz. Bu bəzən həm sevgi, həm pul ya da nə bilim, eyni anda bir çox şeydir. Bəzi əkizlər bürcləri isə biraz daha başqa cür birdən çox şeyə eyni anda yönələ bilər, artıq özünüzün anlayacağı qədər. Amma genel olaraq bir çox əkizlər bürcü sadəcə həm işə, həm pula ya da nə bilim, həm o filan şeyə, həm bəhmən şeyə yönələ bilər. Amma hədəflərinizə, arzularınıza, xəyallarınıza gedəcəyiniz, enerjinizin güclü olacağı və uğurlu olacağınız bir avqust ayı sizi gözləyir. Ehtimal ki, uğurlu, nailiyyətli bir şeylər də avqust ayında çox böyük ehtimalla sizin üçün yaşanacaq. Əziz əkizlər bürcləri, ən yüksək xeyrinizə xidmət edəsin. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər əkizlər bürclərinə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz xərçəng bürclərim, ayın 6-sı Veneranın sizin 4-cü evinizə keçməyi ilə bir yerdə avqust ayının əsas tematikası ev, yuva, ailə mövzularıdır. Bəzi xərçəng bürcləri, əslən xüsusən yüksələn bürcü xərçəng olanlar avqustun 6-sından sentyabrın 10-una qədər ailə qura bilər, yuvaya sahib ola bilər, ev ala bilər, evlə bağlı nəyisə gözəlləşdirə bilər, dekorasiya edə bilər ya da ailədə, evdə, yuvada çox gözəl, çox huzurlu bir dönəmə girə bilərlər. Ümumiyyətlə çox daxildən gələn huzurlu və şanslı bir dönəmə girirsiniz. Ondan əlavə olaraq avqust ayında 9-u Merkurun 2-ci evinizə keçməyi ilə birlikdə beyniniz pul söhbətlərinə çox daha yaxşı işləyəcək avqust ayında. Avqustun 11-də Mars 1-ci evinizə keçir. Yaxşı xəbərdir, çünki spiritualizm və şuuraltı evinizdə idi Mars. Bu da zaman-zaman depressiv hiss etməyinizə, beyninizin qarışmağına, yuxuların qarışmağına ya da neqativ enerjiyə məruz qalmağa meyilli olduğunuz bir dönəm idi bir zamanlar. Amma avqustun 11-dən sonra artıq belə bir şey qalmayacaq. Çox daha enerjiniz güclənəcək, bərkiyəcək. Avqustun 11-dən sonra idmana doğru yönələ bilərsiniz ya da hərəkətə, sportiv bir şeylərə doğru yönələ bilərsiniz. Lakin biraz da mübarizə verəcəksiniz, çünki Mars sizin öz bürcünüzdür.
bürcünüzdə olacaq. O deməkdir ki, biraz davadalaş, gərginlik, mübarizə olacaq. Bundan əlavə olaraq çox güclü libido, cinsəllik, seksuallıq ola bilər. Həyatınızda enerjiniz güclənir, sərt, aqressiv bir enerji yüksəlir, amma o enerji həm də iradə, cəsarət, güc və seksuallıq da gətirən bir enerjidir. İşte ürəyiniz istər pis mənada yorumlayarsınız, ürəyiniz istər yaxşı mənada. Hansı tərəfə yönəlsəz, o təzahür edəcək yəqin ki. Avqustun 12-si ikinci evinizdə, pul evinizdə nur topu kimi bir günəş tutulması olur. Avqust ayının sizin üçün əsas tematikası maddi dəyişimlər idi. Özünüzə verdiyiniz dəyərlə bağlı dərin dəyişimlər yaşamaq və ya pulla bağlı və ya da pulla bağlı dərin dəyişimlər yaşamaqdır. Sizdə də gördüyümüz qədərilə özünüzə verdiyiniz dəyər və ya pulla bağlı çox böyük yüklü dərin transformasiyalar və dəyişimlər yaşayacaqsınız. Bir çoxunuzun zaten pulla bağlı, xüsusən də yüksələn bir xərçəng olanların pulla bağlı, pul axışlarında çox böyük dəyişimlər yaşanıb ya da özlərinə verdikləri dəyərlə bağlı çox böyük dərin dəyişimlər yaşanıb və yaşanacaq da. Bu sadəcə avqustda yox, bütün 2026-cı ilə, hətta 27-yə də təsir edir. Çoxdan başlayıb təsiri. Bundan əlavə olaraq ayın 23-ü günəşin 3-cü evinizə keçməyi, güclü 3-cü ev vurğuları var. Avqustun 23-25-dən sonra yeni şeylər öyrənmək və yaxın yol səyahətləri eləmək, ölkə daxili səyahətlər eləməyə daha meyillisiniz. Avqustun 28-i isə 9-cu evinizdə nur topu kimi bir ay tutulmamız var. Din, inanc, enerji, mənəviyyat, xaric, yeni ölkələr gəzmək, görmək və ya ruhani mövzular, fəlsəfə, akademik mövzularla bağlı dəyişimlər və tamamlanmalar yaşanır. Bu da sadəcə avqustda yox, bütün 2026-da yaşana bilər və bu bir çoxunuzun baxış bucağının, fəlsəfəsinin, inancında çox böyük dərin dəyişimlərində yaşana biləcəyini bizə göstərir. Gəlin görək sırf öz bürcü xərçəng olanlar sizləri avqust ayında nələr gözləyir. Avqust ayında uğur, şans, nailiyyət enerjisi çox yüksəkdir sizin üçün. Uğurlu olacaqsınız, nailiyyətli olacaqsınız, güclü olacaqsınız, bərk olacaqsınız sırf öz bürcü xərçəng olanlar. Sadəcə biraz yalanlar, ikiyüzlülüklər, saxtakarlıqlar, oyunlar və manipulyasiyalara nisbətən daha meyilli olacağınız bir dönəmdə avqust ayı. Biraz ona qarşı ehtiyatlı olun. Siz də bunları eləyə bilərsiniz, sizə də eləyə bilərlər. Avqust ayında bir ara üzüntülü, kədərli olacağınız bir dönəm olacaq, amma hər şeyin yaradıcısı sizə əl uzadacaq o vəziyyətdən çıxmanız üçün. Sadəcə baxış bucağınızı dəyişməyiniz kifayət olacaq. O vəziyyətdən çıxacaqsınız. Yəni avqust ayı olduqca güclüdür, qüvvətlidir. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər bürclərdən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz şir bürcləri, xüsusən yüksələn bürcü şir olanlar, gəlin görək avqust ayında sizi nələr gözləyir. Əziz şir bürcləri, avqust ayına baxdığımız zaman maraqlı şeylər. Avqust ayında zaten siz starsınız, ad gününüzü. Təbrik edirəm ad gününüzü. Siz starsınız, işıldayırsınız, parıldayırsınız o heç. Ayın 6-sı Venera 3-cü evinizə keçir. Avqust ayında yaxın çevrənizdən, qohum-əqrəbələrdən, qonşulardan, qardaş-bacılardan bol-bol dəstəklər görə bilərsiniz. Xüsusən də qadınlardan, yaxın çevrənizdə olan qadınlardan dəstəklər görə bilərsiniz, yeni biliklər öyrənə bilərsiniz, təlimlər və s. Yaxın yol səyahətləri edə bilərsiniz. Avqustun 6-sından sonra sentyabrın 10-na qədər bu enerjilər çox aktivdir. Və avqust ayının 9-unda Merkuri 1-ci evinizə keçir. Həyatınızın çox hərəkətli bir dönəminə girirsiniz. Yerinizdə qalmayacaqsınız, çox hiperaktiv olacaqsınız. Ayın 10-u Mars 12-ci evinizə keçir. Avqustun 10-undan etibarən düz sentyabrın 28-nə qədər özünüzü yaxşı qoruyun. Zaman-zaman biraz depressiv düşüncələr, biraz necə deyim, negativ enerjini qəbul etməyə meyilli ola bilərsiniz. Ona görə özünüzü qorumaya alın, karnelian taxın, qara turmalin taxın, vaxtı-vaxtında üzərik yandırın. Özünüzü energetik olaraq qoruyun. Bir də gizli düşmənliklərə meyilli olacağınız bir dönəmdə. Psixoloji olaraq biraz çətin bir dönəm ola bilər. Avqustun 12-sində isə öz bürcünüzdə nur topu kimi bir günəş tutulması var. Aslan bürcündə olacaq olan bu güclü günəş tutulması bütün həyatınızı dəyişdirir və dəyişdirəcək. Zaten əgər yüksələn bürcünüz xüsusən şirdirsə, bu dəqiqə bütün həyatınız dəyişir və bu əsasən xarici görünüşünüzlə bağlı dərin dəyişimlər, həyatda seçdiyiniz yol, istiqamətiniz, özünüzlə bağlı köklü böyük dərin dəyişimlər mənasından gəlir. Siz bu dəqiqə dəyişirsiniz, dönüşürsünüz, güclü bir transformasiyanın ortasındasınız. Avqustda da bunun enerjisi yenə pikə qalxacaq, amma bütün 2026-ya təsir edir. Yəni bu dəqiqə tam təsir eləməsə belə 4 ay sonra da təsir edə bilər. Hətta 2027-də də təsir edə bilər. Çünki sizin öz bürcünüzdə baş verir, sabit bürcdür. Yəni dəyişirsiniz.
və çox gözlə görülür şəkildə dəyişirsiniz. Avqust ayının 23-də Günəşin ikinci evinizə keçməyi, 25-də də Merkurin ikinci evinizə keçməyi maddi mövzular əsaslı gündəm gətirə bilər, beyniniz pula daha yaxşı işləyə bilər və avqustun 28-i 8-ci evinizdə bir ay tutulması olacaq. Bu deməkdir ki, bütün avqust ayının bütün 2026-cı ilin əsas tematikalarından biri də cinsəllik, başqalarından gələn pul, ortaq işlərdən gələn qazanc, borc, kredit, ruhani mövzular, sehir, ritual, magiya, bu tarz şeylərdə dərin transformasiyalardır. Siz psixoloji olaraq çox böyük dərin dəyişib dönüşdüyünüz bir dönəmə girirsiniz. Mən deyərdim ki, əsasən də yüksəlişir olanlar 2026-ya girəndə olduqları şəxsin 2026-nı bitirəndə olduqları şəxs tamamilə fərqli insanlar olacaq. Sırf öz bürcü şir olanlar, gəlin sizə də bəzi sözlər deyim. Sırf öz bürcü şir olanlar ki, avqust ayı çox bombadır sizin üçün. Özünüzə güvənirsiniz, sağlamsınız, güclüsüz, konfor zonanızdan çıxa bilərsiniz, səyahət edə bilərsiniz, yeni bir şeylərə başlaya bilərsiniz. Sadəcə dincələcəyiniz bir vaxt olmayacaq. Zəhmət ortaya qoyacaqsınız ya özünüz üçün, ya işiniz üçün, ya nələrsə üçün. Ortaya enerji qoyacaqsınız və bu enerji ilə birlikdə yüksəlib transformasiyalar yaşaya bilərsiniz. Yəni çox uğurlu bir enerjidəsiz, güclü, konfor zonasından çıxan, neşəli, enerjili və atəşli bir enerjidəsiz. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər şir bürclərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz qız bürcləri və xüsusən yüksələn bürcü qız olanlar, gəlin görək sizi avqust ayında, 2026 avqustunda nələr gözləyir. Əziz qız bürcləri, sizin ayın 6-sı Venera 2-ci evinizə keçir. Pul, öz dəyər, özünə sevgi, maddi bolluq, bərəkət, lüks enerjisi. Avqustun 6-sından sentyabrın 10-una qədər bolluq və bərəkət içində ola bilərsiniz. Maddi durumunuz arta bilər, qəşəng pullar gələ bilər, özünüzə daha çox dəyər verə bilər, özünüzü əl üstünə tuta bilər, özünüzü sevə bilər, özünüzü ekstra ön plana qoya bilərsiniz. Güclü bir maddi bolluq, bərəkət sizdə bir yerdədir. 9-u Merkur 12-ci evinizə keçir, yuxularınız müəyyən qədər dərinləşə bilər, ruhani şeylərə meyil ola bilərsiniz. Avqustun 10-u Marsın 11-ci evinizə keçməyi ilə bir yerdə sizin həyatınızda dostluqlardan yana mübarizələr, biraz gərginliklər ola bilər, davadalaşlar ola bilər, lakin buna əlavə olaraq hədəflərinizə, arzularınıza, xəyallarınıza gedərkən də enerjinizi daha güclü ortaya qoyub hədəflərinizə doğru yönələ bilərsiniz. Bundan əlavə karyeradan gələn puldan da biraz mübarizə ola bilər, bəlkə də olmaya da bilər. Avqustun 12-si nur topu kimi 12-ci evinizdə bir günəş tutulması var. Bu deməkdir ki, həm avqust ayının, həm bütün 2026-cı ilin əsaslı tematikası sizin üçün şuuraltı dəyişim, psixoloji olaraq dəyişim, arxa planda güclü dəyişimlər yaşama, ruhani mövzular, mənəvi mövzulardır. Siz psixoloji olaraq çox böyük dərin dəyişimlər yaşadığınız bir dönəmə girmisiniz. Yuxularınız çox dərinləşə bilər, xəbərçi yuxulara çox meyil ola bilərsiniz. Mənəvi, ruhani, psixoloji olaraq böyük transformasiyanın tam ortasındasınız deyə bilərik. Gizli mövzular ortaya çıxa bilər, gizli düşmənliklər və s. də ön plana çıxmağa meyillidir. Bundan əlavə olaraq Günəş birinci evinizə keçir avqustun 23-dən sonra, 25-də Merkur da birinci evinizə keçir. Daha rahat olacaq sizin üçün 23 avqustun 23-25-dən sonrası və həyatınız çox daha hərəkətlənəcək və daha çox parıldayacaqsınız. Avqust ayının 28-i isə 7-ci evinizdə ay tutulmasının olduğunu görürük. Bu 7-ci evdəki ay tutulması da ciddi münasibətlərdən yana və ya ortaq işlərdən, şərikliklərdən ya da evlilikdən yana tamamlanma, dəyişim, transformasiya gətirə bilər. Əsasən də emosional mənada. Bu sadəcə avqustda yox, bütün 2026-ya təsir edir. Yəni bəziləriniz evlənəcəksiniz, bəziləriniz boşanacaqsınız, bəziləriniz çox ciddi münasibətə başlayacaq, bəziləriniz bəlkə də çox ciddi bir münasibəti bitirəcəksiniz. Ya da sadəcə ortaqlıq, iş, şəriklik və s. də ola bilər. Sırf öz bürcü qız olanlar, gəlin sizə də bəzi sözlər deyim. Sırf öz bürcü qızı olanlar çox uğurludur. Möhtəşəm enerjilər sizlə bir yerdədir, maddi enerjiniz yüksəlir. Zaman biraz özünüzü tək depressiv hiss edəcəksiniz ki, zaten bunu ara-ara hiss edirsiniz. Yəni bu yeni bir şey deyil sizin üçün. Amma yəni genel olaraq çox uğurludur. Bir şey udmaq, bir şey qazanmaq, bir şey üçün savaşırsınızsa qalibiyyət olacaq. 2026-cı ilin avqust ayında sizin üçün sırf öz bürcü qız olanlara aiddir. Biraz təklik, biraz depressivlik var, amma yəni zaten qız bürcünün kartıdır bu, təklik, depressivlik kartı, ona görə hər şey. Amma maddi olaraq çox qəşəng bir bolluq, bərəkətli, özünüzsüz, uğurlusuz, güclüsüz. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər bürcülərini paylaşmağı unutmayın. Sevgi işıqla qalın. Əziz tərəzilər və xüsusən də yüksələn bürcü tərəzi olanlar, gəlin görək sizi avqust ayında nələr gözləyir. Əziz tərəzi bürcüləri, avqust ayına baxanda Venera sizin öz bürcünüzə keçir. Sizin krallıq, kraliçalıq dönəminiz başlayır. Avqust ayının 6-sında Veneranın sizin öz bürcünüzə keçməyinə bir yerdə
Sevgi həyatınız canlanır, cazibəniz artır, gözəlliyiniz artır, bolluğunuz, bərəkətiniz artır, şansınız artır, daha qəşəng görsənəcəksiniz, qarşı cinsin, öz cinsinizin, hamının, hər şeyin diqqətini çəkəcəksiniz, mərkəzdə olacaqsınız, dəyərli hiss edəcəksiniz, seviləcəksiniz, görüləcəksiniz. O qədər gözəl bir dönəmə girirsiniz ki, yəni elə bir göydən Afrodita gələcək, fərqi yoxdur qızsız ya da oğlansız, üzünüzə bir əl çəkəcək, qalxacaq. Çox qəşəng bir dönəmə girirsiniz avqustun 6-sından sentyabrın 10-na qədər. Buna əlavə olaraq zaten sistem planet birinci evinizdə deyə fokusunuzda özünüz olacaqsınız. Ayın 10-u Marsın 10-cu evinizə keçməyi ilə bir yerdə karyeradan yana müəyyən qədər mübarizələr, zorluqlar və çətinliklər çəkə bilərsiniz avqust ayında ya da daha çoxu üçün biraz çabalaya bilərsiniz ya da iş həyatında gərginliklər ola bilər. Avqust ayının 12-sində isə 11-ci evinizdə bir günəş tutulması olacaq. Bu həm avqust ayını, həm də bütün 2026-nın tematikasıdır ki, 12-ci ev mövzularında transformasiya yaşayacaqsınız. 12-ci evdə daha doğrusu 11-ci ev temalarında. 11-ci evdə hədəflər, arzular, xəyallar, istəklər, dostluqlardır. Bəzi dostluqlarınız bəlkə 2026-cı ildə ya da avqust ayında həyatınızdan çıxa bilər ya da yepyeni insanlar həyatınıza girə bilər, sosial çevrənizdə tanına bilərsiniz, daha populyar ola bilərsiniz və ya hədəfləriniz, arzularınız, xəyallarınızla bağlı böyük transformasiyalar, dəyişimlər və ya bəlkə qapıların açılmağında yaşaya bilərsiniz xəritəvizin asılı olaraq. Bundan əlavə olaraq avqustun 23-dən sonra 12-ci ev vurğunuz yüksəlir deyə yuxular daha xəbərçi və spiritual hiss edə bilərsiniz. Avqust ayının 28-də isə 6-cı evinizdə bir ay tutulması olacaq. Bu da iş həyatınızda, günlük rutinlərinizdə sağlamlıq, qidalanma, diyet ya da ev heyvanları kimi mövzularında transformasiya gətirə bilər. Sadəcə avqustda yox, bütün 2026-cı ildə həmin mövzularda böyük dəyişimlər, bu mövzulardan birində ya da ikisində ya da bir neçəsində dərin transformasiyalar və dəyişimlər ola bilər. Avqust ayı bundan əlavə olaraq sırf öz bürcü tərəzi olanlar üçün də demək istədiyim bəzi sözlər var. Sırf öz bürcü tərəzi olanlar zəhmətinizin qarşılığını ala bilmədiyiniz nələr varsa, onlardan yana biraz gözünüz açılacaq, daha çox özünüzü sevməyə və daha çox özünüzə dəyər verməyə başlayacaqsınız. Öz sevgi enerjiniz getdikcə yüksələcək və güclənəcək. Lakin bir ara biraz üzüntülü, kədərli hiss etdiyiniz bir situasiya olacaq. Həmin müddətdə də yaradıcı sizə həll yolunu çox yaxında verəcək. Sadəcə siz baxış bucağını dəyişdirməlisiniz. Baxış bucağını dəyişdirəndə başa düşəcəksiniz ki, üzüntülü, kədərli heç nə yoxdur, həll yolu düz yaxınınızdadır. Biraz zəhmətinizin qarşılığını ala bilmədiyiniz şeylərlə bağlı biraz daha gözünüz açılacaq. Güclü, qüvvətli olacaqsınız və xüsusən qadınların qadın enerjisi çox artacaq. Yəni şanslı bir dönəmdəsiniz. Ən yüksək xeyrinizə xidmət eləsin. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər tərəzilərdən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz əqrəblər, xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görək avqust ayında sizi nələr gözləyir. Əziz əqrəb bürcləri, avqust ayına baxanda ayın 6-sı 12-ci evinizə Venera keçir. Demək, dualarınızın avqust ayından 6-sından sentyabr ayının 10-na qədər olan ərəfədə dualarımız çox daha güclü və sürətli bir şəkildə qəbul ola bilər. Mənəvi qorunma, ilahi dəstək, psixoloji olaraq şans, rahatçılıq sizlə bir yerdə ola bilər. Lakin eyni şans sevgi həyatınıza aid olmayacaq. Pul mövzuları və sevgi mövzularına qarşı biraz daha ehtiyatlı və diqqətli yanaşmağınızda fayda var. Ayın 9-u Merkurin 10-cu evinizə keçməyi ilə bir yerdə iş həyatınız, karyeranız varsa karyeranız çox gündəm ola bilər, hərəkətlənə bilər. Avqustun 10-unda Marsın 9-cu evinizə keçməyi ilə bir yerdə xaricə getmək ya da yeni bir təlim, təhsil mövzuları gündəmə gələ bilər. Bu mövzularda hərəkətlənmələr, bəlkə biraz mübarizələr də ola bilər. Din, təhsil, səyahət, fəlsəfə, xaric kimi mövzular güclü gündəm olacaq. Ən vacibi avqust ayında nur topu kimi 10-cu evinizdə bir günəş tutulması olacaq və sizə çox güclü təsir edəcək. Şir bürcündə olan bu günəş tutulması karyera həyatınızda böyük transformasiya gətirəcək. Bu sadəcə avqust ayında yox, bütün 2026-cı ildə ola bilər. Bütün 2026-cı ildə karyeradan yana köklü böyük dərin dəyişimlər, dönüşümlər, transformasiyalar yaşaya bilər və bu da avqust ayında ekstra güclü bir mərhələyə gələ bilər. Ayın 23-də, 25-də 11-ci eviniz vurğulanır. Bu da dostluqların daha çox gündəmə gələ bilməyi, həmin ərəfələrdə sosial çevrə və dostluqların daha ön plana gəlməyinə səbəb verə bilər. Ayın 28 isə 5-ci evinizdə bir ay tutulması olacaq. Bu da avqust ayında, sadəcə avqustda yox, bütün 2026-cı ildə sevgi həyatınızla bağlı dərin dəyişimlər, dönüşümlər, transformasiyalar və emosiyalar
emosional flörtlərlə bağlı emosional tamamlanmalara səbəb verə bilər. Çox güclü, çox samballı, çox bərk bir dövrdəsiz. Yəni həyatınızla bağlı çox güclü dəyişimlərin yaşandığı bir dönəmdəsiz. Həyatınızda çox böyük köklü dəyişimlər ola bilər. Ona görə də bərk qalın, amma daha çox mənə elə gəlir ki, sizin xeyrinizə ola bilər. Bəzən biraz çətin ola bilər, amma yenə də sizin xeyrinizdə olma ehtimalı yüksəkdir. Sırf öz bürcü əqrəb olanlar avqust ayında sizə də demək istədiyim bəzi şeylər var. Avqust ayında bəzilərinizə nişan ya da nə bilim bir nəfərdən bir təklif, sevgi təklifi ya da bir şeylər, həri-məri belə şeylər qadınlarda ola bilər. Avqust ayında ümumiyyətlə buna qulaq asan qadın əqrəblər dəhşətli dərəcədə şanslı bir dönəmdəsiz. Kraliçə olacaqsınız, ətrafınızda fır-fır fırlanacaqlar. Kişilər isə qadınlara yönələcək və qadınlarını xoşbəxt eləməyə çalışacaq. Buna əlavə olaraq avqust ayında çox yəni fərqi yoxdur qadınsız, kişisiz və ya cinsiyyətiniz nədir? Şanslı və güclü bir dönəmdəsiz. Biraz mübarizələr, davadalaşlar, gərginliklər və ya rəqabətlər ola bilər, amma bunun xarici möhtəşəm bir dönəmə girmisiniz. Həm sevgi dolu, həm güc dolu bir dönəm olduğunu demək mümkündür. Ən yüksək xeyrinizə xidmət eləsin avqust ayı. Arzulayıram ki, möhtəşəm olar. Videomu bəyənsə bəyənməyi, komment yazmağı və digər bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz ox atan bürcləri və xüsusən yüksələn bürcü ox atan olanlar, gəlin görək avqust ayında sizi nələr gözləyir. Əziz ox atan bürcləri, avqust ayına baxdığım zaman Veneranın 11-ci evinizə keçdiyini görürəm. Bu çox yaxşıdır. Avqustun 6-sından sentyabrın 10-una qədər olan ərəfədə Venera 11-ci evinizdə olacaq. Bu deməkdir ki, həmin aralıqda sizin şanslar sizə çox daha rahat bir şəkildə tapa bilər. Çox da uğurlu olacaqsınız. Fürsətlər, şanslar, gözəlliklər, hədəflərinizə, arzularınıza, xəyallarınıza gedərkən şanslı faktorlar sizlə bir yerdə ola bilər. Hədəflərinizə gedərkən qadınlardan dəstəklənə bilərsiniz. Dostluqlardan yana böyük şanslar ola bilər. Yeni insanlarla tanış ola bilərsiniz. Sosial çevrənizdə populyarlaşa bilərsiniz və bəlkə də hansısa bir xəyallarınız falan da gerçəkləşə bilər. Olduqca gözəl, iddialı və böyük şansların sizlə olduğu güclü bir dönəmdəsiz. Bəzi insanlarda dostluq sevgiyə də çevrilə bilər. Avqust ayının 9-da sən Merkurinin 9-cu evinizə keçməyi ilə bir yerdə həyatınızda xarici mövzuları, ya da yeni bir şeylər öyrənmə, təlim, təhsil mövzuları gündəm ola bilər 9-undan sonra. Avqustun 10-u Mars 8-ci evinizə keçir və avqustun 10-undan sonraki dönəmdə seksual enerjiniz zirvəyə qalxır, cinsəllik, seksuallıq, ehtiras, hissləri uclarda yaşanma kimi mövzular ola bilər. Borc kreditə qarşı ehtiyatlı olmalısınız. Şərikliklərdən gələn pul, ortalıq işdən qazanclar, həyat yoldaşının maddi durumu, başqa yerlərdən gələn pullarla bağlı mübarizəyə nisbətən meyilli bir dönəmdir. Bununla yanaşı Marsın 8-ci evinizə keçməyi ruhani enerjinizi dəhşətli dərəcədə gücləndirir. Magiya, sehir, rituallara daha meyilli olduğunuz və sehirlərin daha güclü tutacağı bir dönəmdə, amma biraz da takıntılı bir dönəmdə ehtiyatlı olmalısınız. Avqust ayının 12-sində isə 9-cu evinizdə bir günəş tutulması olacaq. Bu sizin ya avqust ayında ya da bütün 2026-da güclü bir inancla bağlı dəyişim yaşamağınıza, bəzilərinin dinlə bağlı dəyişim yaşamağına, bəzilərinin başqa ölkəyə köçməyinə, xarici mövzular ya da təhsillə bağlı, yüksək təhsil, universitet, magistrla bağlı köklü transformasiya yaşamağına ya da həyat fəlsəfəsinin kökündən dəyişdirməyinə səbəb verə bilər. Bu sadəcə avqustda yox, bütün 2026-da təsir edəcək. Yəni fərqli zamanlarda da təsir özünü göstərə bilər. Ayın 23-ü, 25-i getdikcə 10-cu eviniz vurğulanır. O da avqustun sonlarına doğru karyera həyatınızın gündəmə gələ biləcəyini göstərir. Avqust ayının 28-də isə 4-cü evinizdə bir ay tutulması olacaq. Bu da deməkdir ki, avqust ayı və bütün 2026-cı il ailə, ev, yuva mövzuları ilə bağlı dəyişim və tamamlanma gətirə bilər. Bəzilərinin yeni bir evə köçməyi, bəzilərinin ailə qurmağı, ailə, ev, yuva olduğu üçün ailə, ev, yuva ilə bağlı mövzularda tamamlanmalar, yəni bu yer dəyişdirmə, yaşadığın yerdən köçmə, evlənmə, boşanma, bir çox şey ola bilər ya da ev almaq, yəni ev dəyişdirmək, bu tərz şeylər ola bilər. Ən yüksək xeyrinizə xidmət eləsin. Arzulayıram ki, gözəl, xeyirli, möhtəşəm olsun. Sırf öz bürcü ox atan olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Sırf öz bürcü ox atan olanlar avqustda birinci bir damcı sakitçilik olacaq. Dualar, enerjilərə yönələcəksiniz. Sonra belə yüngül qəlbiniz qırılacaq, ondan sonra keçib gedəcək, narahat olmayın. Bərk qəlbiniz qırılacaq, bir qəlbiniz qırılacaq, ondan sonra hər şey düzələcək, hər şey yaxşı olacaq. Xırda bir qəlb qırıqlığı, cüzi bir qəlb qırıqlığı, amma buna əlavə olaraq avqust ayında toy, nişan, müjdə, xoş, gözəl enerjilərin içinə girə bilərsiniz. Yəni kimsə sizi toya falan dəvət edə bilər. Şən bir dönəm olacaq. Cüzi qəlb qırıqlığı da keçib gedəcək, heç narahat olmayın. Daha çox şənlik enerjilər var. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər bürcülərdən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın.
Əziz Oğlaq bürcləri və xüsusən yüksələn bürcü Oğlaq olanlar, gəlin görək sizi avqust ayında nələr gözləyir 2026-cı ilin avqustunda. Əziz Oğlaq bürcləri 6-cı eviniz, daha doğrusu ayın 6-sı Venera 10-cu evinizə keçir. Dəhşətli dərəcədə karyeradan yana şanslı bir dönəmə girirsiniz. Xüsusən də yüksələn bürcü Oğlaq olanlar avqustun 6-sından sentyabrın 10-una qədər karyerasından yana çox güclü şanslarla qarşılaşa bilər. Vəzifə yüksəlişi, uğurlar, nailiyyətlər və güclü yerlərə gəlməni təcrübə edə bilərlər. Həyatlarında uğur, şans, nailiyyət özünü daha yaxşı göstərə bilər. Yəni ümumiyyətlə olduqca güclü və dəstəkləyici bir dönəmə girəcəksiniz. Karyera həyatınızda qadınlardan yana daha çox dəstəklənə bilərsiniz, daha çox belə deyək də, sevilə bilərsiniz. İş həyatında ümumiyyətlə uğur sizlə bir yerdədir. Avqustun 9-unda, 10-unda daha doğrusu Mars 7-ci evinizə keçir. Avqustun 10-dan sonra bir dönəm ciddi münasibətlərə daha çox enerjinizi yönləndirəcəksiniz. Bu ortalıq işlər və ya ciddi münasibətlər ola bilər. Amma bu mövzular sizi bir damcı yora bilər, zaman-zaman incidə bilər ya da ciddi münasibət, evlilik ya da ortalıq işlərdə dava-dalaş, gərginlikdə gətirə bilər. Ayın 12-si isə 8-ci evinizdə bir günəş tutulması olacaq. Bu həm avqustdan bütün 2026-cı ilə təsir edəcək. 2026-nın əsaslı tematikalarından biri sizin çox güclü bir şəkildə dəyişim, transformasiya yaşayacağınız məqam. Elə transformasiyanın özüdür. Özünüz dəyişəcəksiniz, dönüşəcəksiniz. Başqa yerlərdən gələn pul, ortalıq işlərdən gələn qazanc, borc, kredit kimi mövzularda ya da həyat yoldaşının qazancı ilə bağlı dərin dəyişimlər yaşana bilər. Bununla yanaşı sehir, enerji, cinsəllik, psixoloji mövzular kimi tematikalarda da avqustda ya da bütün 2026-cı ildə böyük dəyişimlər yaşaya bilərsiniz. Avqustun 18-dən etibarən şimal düyümünün ikinci evinizə keçməyi maddi məqam, maddi mövzularında əsaslı fokusunuzdan biri olacağını bizə göstərir. Yavaş-yavaş bütün qarşıdan gələn illər ərzində, yəni 1-2 illik dönəmdə də belə deyək. Və avqustun 23-dən sonra xaricə getmək, gəzmək, səyahətlər eləmək, yeni yerlər görmək kimi mövzular daha çox gündəminiz ola bilər. Bu mövzulardan yana çox da böyük şanslar özünü göstərə bilər. Avqust ayının 28-i 3-cü evinizdə Balıq bürcündə güclü bir ay tutulması olacaq. Bu da yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanlardan yana həyatınızda dəyişimlər və transformasiyalar gətirə bilər. Yepyeni biliklər öyrənə bilər, dərinləşə bilərsiniz. Bəzi insanlar isə ölkə daxili səyahətlər edə bilər. Bu bütün 2026-ya təsir edəcək. Ən yüksək xeyrinizə xidmət etsin. İndi gəlin bax görək sırf öz bürcü Oğlaq olanları nələr gözləyir. Sırf öz bürcü Oğlaq olanlar bir dənə geridə qoyma, buraxma söhbəti olacaq. Bir şeyləri geridə qoyacaqsınız, buraxacaqsınız, amma ondan sonra günəş doğulacaq sizin üçün və həyatınızın çox daha xoşbəxt, gözəl, hüzurlu bir dönəminə girəcəksiniz. Bir şeyləri geridə qoyacaqsınız, amma əlinizdəki hər şeyi itirməyəcəksiniz. Əlinizdə olan qalacaq şeylər olacaq. Amma ondan sonra o qədər gözəl bir dönəm doğulacaq ki, o qədər güclü bir günəş parıldayacaq və hər şey o qədər işıqlanacaq, o qədər aydınlanacaq ki, və maddi olaraq da çox böyük böyümə gətirə bilər. Yəni kədər, qaranlıq gəlir, o qaranlıq sonra yerini tamamilə işıqlı günlərə və çox böyük bolluq, bərəkətə, şansla buraxa bilər. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər bürclərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz Dolça bürcləri və xüsusən də yüksələn bürcü Dolça olanlar, gəlin görək sizə avqust ayında nələr gözləyir. Əziz Dolça bürcləri, avqust ayı sizin üçün maraqlıdır, şəndir, əyləncəlidir. Çünki 9-cu eviniz vurğulanır. Avqustun 6-sından sentyabrın 10-una qədər xaricə getmək, yeni ölkələr gəzmək, səyahətlər eləməkdən yana çox şanslı bir dönəmdəsiniz. Xüsusən də yüksələni Dolça olanlar. Ya da yeni bir təhsil, təlim, inanc, din, fəlsəfə, həyata baxış bucağınız kimi mövzulardan yana çox böyük şanslar özünü göstərə bilər. Ona görə də maraqlı bir dönəm olacaq. Avqust ayının 10-unda Marsın sizin 6-cı evinizə keçməyi ilə bir yerdə bir damcı xəstələnib sağalmaq, qızdırma, təzyiq, nə bilim, əzələ ağrısı belə şeylər yüngül-yüngül, cüzi-cüzi ola bilər. İş həyatı, sağlamlıq, qidalanma, diyet kimi mövzulara enerjinizi ortaya qoya bilərsiniz. Bəlkə damcıda mübarizə də verə bilərsiniz. Bu net deyil. Amma elə yüngül mübarizə olma ehtimalı elə biraz var. Ayın 12-si 7-ci evinizdə Nur topu kimi bir günəş tutulması olur. Sizə çox güclü təsir edəcək. Zaten sizin dəyişirsiniz, dönüşürsünüz. Bütün 2026-cı il, xüsusən də avqust ayı, xüsusən də yüksələn bürcü Dolça olanlar üçün, Dolçalar da təsir edir. Çox güclü. Güclü dəyişimlər yaşadığınız, həyatınızın dəyişdiyi, əsasən də ciddi münasibət, evlilik, ortaqlıq iş və ya şəriklik kimi mövzulardan bağlı köklü böyük dərin transformasiyalar və dəyişimlər yaşadığınız çox samballı bir dönəmdəsiniz. Ayın 18-i şimal ay düyümü 1-ci evinizə keçir. Artıq əsaslı fokusunuz avqust 18-dən sonra rəsmi olaraq özünüzsünüz. Və ayın 28-i 2-ci evinizdə Nur topu kimi bir ay tutulmamız var. Bu 2-ci evinizdəki ay tutulması 2026
2026-cı ilin avqustu və bütün 2026-cı ildə maddi mövzularda və özünə dəyər vermə mövzularında güclü dəyişimlər, transformasiyalar və ya tamamlanmalar gətirə bilər. İddialı bir avqust ayı sizi gözləyir, samballı bir avqust ayı. Amma bu sırf bəzi dişi enerjilər sadəcə avqustda yox, ümumiyyətlə bütün ilə yansıya bilər dediyim kimi. Əsasən də günəş ay tutulmaları. Bəzi sırf öz bürcü dolçu olanlar gəlin görək sizdə nələr gözləyir. Aha. İntuisiyanız güclənir, enerjiniz yüksəlir, güclü bir qadından ya da ana olan bir qadından dəstəklər ala bilərsiniz. Nəyin düz, nəyin səhv olduğunu tamamlamayacaqsınız. Özünüz özünüzə saxta blokajlar yaradacaqsınız. Bir məhdudiyyətiniz və ya qısıtlanmanız olmasa belə, sanki nəsə sizi dayandırırmış kimi özünüzü aparacaqsınız. Amma bunlar reallığı əks etdirməyəcək. Özünüz özünüzü bir illüziyaya, bir şey, bir yalana inandıracaqsınız və öz əlinizi qolunuzu bağlayacaqsınız. Amma bu saxta bir senaryodur. Boşu-boşuna bunu eşitmirsiniz. Buna görə eşidirsiniz ki, avqust ayında bu illüziyanın içinə düşəndə özünüzü ondan çıxarda bilərsiniz və deyəsiniz ki, heç bir problem yoxdur, bunu mən beynimdə qurmuşam. Bu şəkildə belə qəribə bir informasiya sizə oturduğunuz yerdə. Videomu bəyənsə bəyənməyi, komment yazmağı və digər bürclərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz balıqlar və xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görək avqust ayında sizi nələr gözləyir. Əziz balıq bürcləri, avqust ayına baxanda Veneranın 8-ci evinizə keçdiyini görürəm. 8-ci ev mövzularınız çox ciddi bir şəkildə gündəmə gələcək. Avqustun 6-sından sentyabrın 10-una qədər olan dönəmdə rituallarınız çox yaxşı tuta bilər, seksual enerjiniz güclənə bilər, cinsel enerjiniz arta bilər, həyat yoldaşınız varsa ya da ortalıq işləriniz varsa ya da başqa yerlərdən sizə pullar gəlirsə, o pul bərəkətlənə bilər, arta bilər, çoxala bilər. Sevgidən yanasa biraz belə takıntılı, problemli, biraz xaotikdir, amma qalan şeylər də yaxşıdır, olduqca seksual və pullu bir dönəm deyə bilərik. Borc krizi kimi şeylərlə bağlı da belə yaxşı pozitiv enerjilər özünü göstərə bilər. Avqust ayının 10-unda Marsın 5-ci evinizə keçməyi ilə birlikdə eşq, sevgi həyatınızla bağlı bir damcı cüzi mübarizələr, cüzi çətinliklər, amma həm də ekstra seksuallıq. Əziz balıqlar, biraz seksual bir aya girirsiniz. İndi nə görürüksə onu deməliyik. Gördüyümüz qədərilə biraz qaynayırsınız, biraz qaynayacaqsınız. Çox seksual enerjilərdir sizin üçün avqust ayında. Marsın zaten 5-ci, yəni subaysızsa həyatınıza flörtlər girəcək, sizə belə yaxın durmaq istəyən insanlar girəcək. Əgər evlisinizsə rəngli. Yəni ki, olduqca canlı bir dönəmdəsiz deyə bilərik. Amma biraz flörtlə yanına belə uşaq, ya flört, ya uşaq mövzularına bağlı bir damcı da mübarizədə verə bilərsiniz. Ayın 12-si 6-cı evinizdə Nur topu kimi bir günəş tutulmamız var. Bu sadəcə avqust ayına yox, bütün 2026-ya aiddir. Avqust ayında ya da bütün 2026-cı ildə iş həyatınızla bağlı dəyişim, transformasiya, peşə ilə bağlı transformasiya, ev heyvanı, sağlamlıq, qidalanma, diyet, günlük rutinlər kimi mövzularda köklü böyük dərin dəyişimlər yaşaya bilərsiniz. Ola bilər avqustda, ola bilər bütün 2026-nın hər hansı bir zamanında. Və ayın 18-i şimal ay düyümünün 12-ci evinizə keçməklə birlikdə ruhani dönəmə başlayırsınız ki, zaten balıq bürcü idi zaman nəysə, zaten ruhanisiz. Və bundan əlavə olaraq ayın 23-25-i 7-ci evinizin vurğulanmağı ilə bir yerdə yavaş-yavaş ciddi münasibətlər də gündəmə gəlir. Düzdür, bunun biraz da samballı ortaya çıxması ya da münasibətlərin daha samballı enerjiyə gəlməyi sentyabr özünü göstərəcək. Ayın 28-i sizin öz bürcünüzdə Nur topu kimi bir ay tutulmamız var. Həm avqustda, həm bütün 2026-cı ildə emosional olaraq dəyişirsiniz, duyğusal olaraq dəyişirsiniz. Kimsiz, nəsiz, nəçisiz bunu bir daha sorğuluyursunuz. Dərin duyğusal tamamlanmalar və bəlkə xarici görünüşünüzdə nələrsə dəyişdirirsiniz. Rituallarınız tak deyə tuta bilər, enerjiniz yüksəlir, həyatınız dəyişir. Çox güclü bir dönəmdəsiz. Tamam, bəs sırf öz bürcü balıq olanlar, gəlin görək sırf öz bürcü balıq olanlar da demək istəyirəm ki, biraz qərarsızlıqlardan keçə bilərsiniz avqust ayında. Çox güclü ya da yüksək vəzifəli ya da pullu kişi fiqurlarından yana güclü dəstəklər görə bilərsiniz. Ata, həyat yoldaşı, güclü kişi, iş yoldaşı, amma güclü müdür, güclü kişilərdən çox güclü dəstəklər görəcəyiniz bir dönəmdir. Və bəzi balıq bürcləri, əsasən də gəlin bir qadınlara bir deyim, kişilərə bir. Bəzi qadınlar 2 dənə çox samballı və güclü, 2 dənə yüksək vəzifəli kişinin arasında qala bilər. Hansını seçim deyə güclü bir qərarsızlıq yaşaya bilər. Bəzi kişilər də 2 dənə güclü kişinin uzatdığı əldən hansını tutsun, bununla bağlı qərarsızlıq yaşaya bilər. Bəlkə 2 nəfər onlara iş təklif edəcək ya da 2 dənə güclü kişi onlara yol göstərmək istəyəcək, amma birini seçməlidirlər də.
Yaman maraqlı dönəmə girirsiniz ha. Əyləncəli dönəmdə əylənirik. Siz əylənirsiniz daha doğrusu. Bəlkə biz də əylənərik, bilmirik. İndi danışarsınız da ki, hansı seçdiniz. Tamam, videomu bəyənsə bəyənməyi, komment yazmağı və digər bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz bütün bürclər, avqust ayı möhtəşəm olsun. Ən yüksək yerinizə xidmət eləsin. Sevgi və işıqla qalın.